Sabah səhər bütün dünya oyansa və elan edilsə ki, nə cənnət var, nə də cəhənnəm, sən yenə də yaxşı insan qalardınmı? Bir anlıq dürüst ol. Namaz qılanların neçəsi namaz qılardı? Sədəqə verənlərin neçəsi sədəqə verərdi? Günah işləməyənlərin neçəsi yenə günahdan qaçardı? Bəlkə həyatımız boyu əxlaq sandığımız şey əslində əxlaq deyil. Bəlkə o sadəcə müqavilədir. Mən yaxşı olum, sən də məni mükafatlandır. Mən günahdan uzaq olum, sən də məni cəzalandırma. Bugün danışacağımız mövzu budur. Çünki dünyanın ən təhlükəli yalanlarından biri insanın özünə dediyi yalandır. Mən yaxşı insanım. Bəlkə sən yaxşı insan deyilsən, bəlkə sadəcə yaxşılıq sənə sərf edir. İnsan qəribə məxluqdur. Marketdə endirim görəndə necə hesablayırsa, bəzən vicdanını da elə hesablayır. Bir acı doyurur, bir kasıba kömək edir, bir ibadət edir. Sonra daxilində görünməz bir dəftər açılır, mən bunu etdim. Allahım, indi sıra səndədir, mənə qarşılığını ver. Bunu yüksək səslə demirik, amma çoxumuz daxilimizdə yaşayırıq. Əslində problem yaxşılıq etmək deyil. Problem yaxşılığın qiymət cədvəli ilə birlikdə edilməsidir. Çünki yaxşılıq bazara çıxarılanda artıq yaxşılıq olmur, məhsula çevrilir. Məhsulun da qiymət olur. Bu videoda həmin qiyməti danışacağıq. Nietzsche bunun adını qoymuşdu. Qul əxlaqı. Nietzscheyə görə insanın davranışını qorxu idarə edirsə, o insan azad deyil. Qorxu ilə idarə olunan adam əxlaqlı görünə bilər, amma o əxlaqlı deyil. Sadəcə ehtiyatlıdır. Təsəvvür et, bir adam oğurluq etmir, çünki kamera var. Sən ona dürüst adam deyərdinmi? Yox, sadəcə tutulmaq istəmir. Nietzsche'nin sualı budur. Sənin yaxşılığın da kameraya görədir. Sadəcə həmin kameranın adı cəhənnəmdir. Əgər cavab bəlidirsə, onda əxlaqdan yox, nəzarətdən danışırıq. İndi isə səhnəyə Kant çıxır. Kantın sualı sadədir. Bir əməli əxlaqlı edən nədir? Nəticəsi, qazancı, mükafatı, xeyr. Kant deyirdi ki, insan doğru olanı ona görə etməlidir ki, o doğrudur. Bu qədər sadə. Əgər yaxşılıq yalnız qazanc gözləntisi ilə edilirsə, onun mənəvi dəyəri yoxdur. Çünki məqsəd yaxşılıq yox, qazanc olur. Kantın məntiqi bizi amansız bir sualın qarşısına çıxarır. Mükafat olmasa, əməl qalırmı? Cəhənnəm olmasa, vicdan qalırmı? Cənnət olmasa, yaxşılıq qalırmı? Əgər hər şey dağılıb gedirsə, deməli binanın təməli əxlaq deyilmiş, hesab kitab imiş. Buna görə Kant insanı yox, şəxsiyyəti mühakimə edir. Çünki bəzən ən təmiz görünən əməl belə ən gizli mənfəəti daşıya bilər. Bu yerdə kimsə etiraz edəcək. Düzdür, mən mükafat gözləyirəm, amma yenə də yaxşılıq edirəm. Bu pislikdən yaxşı deyilmi? Əlbəttə yaxşıdır. Mükafat üçün edilən yaxşılıq pislikdən üstündür. Amma məsələ bu deyil. Sual budur ki, sən yaxşısan, yoxsa yaxşı olmaq sənə sərf edir? Bu ikisi eyni şey deyil. Birinci vicdandır, ikinci isə strategiya. Birinci insan yaradır, ikinci tacir.